Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranın pilotsuz uçuş aparatları ilə Azərbaycan ərazisinə törətdiyi hücumla bağlı narahatlıq duyduğu bildirilib. Türkiyə lideri bu haqda esnaf və sənətkarlar üçün təşkil edilən iftar proqramında çıxışı zamanı danışıb. Ərdoğan bugün Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı apardığını xatırladaraq hücuma görə üzüldüyünü və hadisəni qınadığını deyib. Mövcud vəziyyət nəzərə alınaraq Azərbaycan vətəndaşlarının Bakı ilə Naxçıvan arasında alternativ nəqliyyat əlaqəsindən istifadə edə bilmələri üçün Azalın Bakı-Yığdır-Bakı marşrutu üzrə növbəti uçuş cədvəli hazırlanıb. Bu barədə Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidməti məlumat yayıb. Uçuşa gələrkən sərnişinlər uçuş vaxtından ən azı 1 saat yarım öncə hava limanına yaxınlaşmalı, üzərlərində xarici pasport və ya yeni nəsil şəxsiyyət vəsiqələrini götürməlidirlər. Sərnişinlərlə uçuş cədvəlində hər hansı bir dəyişiklik baş verdiyi təqdirdə ətraflı məlumat paylaşılacaq. Azərbaycan-İran dövlət sərhəddindən yük avtomobillərinin hərəkətinin dayandırılması ilə bağlı qərar qəbul edilib. Bu barədə Nazirlər Kabineti məlumat yayıb. Beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan bu hücumlar nəticəsində yaranmış mövcud vəziyyət nəzərə alınaraq, Azərbaycan-İran dövlət sərhəddində bütün sərhəd keçid məntəqələrindən yük avtomobillərinin hərəkətinin, o cümlədən tranzit məqsədi ilə yük avtomobillərinin hərəkətinin müvəqqəti olaraq tam dayandırılması barədə Nazirlər Kabineti tərəfindən müvafiq qərar qəbul edilib deyə əlavə edilib.